Şairə Hicran Əhmədli yaradıcılığından parçalar. Şeirləri səsləndirdi Yunis Qaraxanlı. Mən necə deyim ki? Ürəyimi məndən alıb götürdün, ruhumu uçurub candan ötürdün. Könlündən uzaqda məni bitirdin. Mən necə deyim ki, gərəksən mənə, arzusan, istəksən, diləksən mənə. Göylər şahid olub sənsiz günümə, bu coşan, hayqıran sənsiz ünümə. İntizar qol açıb sənsiz dünümə. Mən necə deyim ki, gərəksən mənə, arzusan, istəksən, diləksən mənə. Ürəyim dolambac yolunda qalıb, həsrət qucağına məni hey alıb. Gözlərin əğyara uyaraq dalıb, mən necə deyim ki, gərəksən mənə, arzusan, istəksən, diləksən mənə. İldə bir yol məni yadına saldın, yaşlı gözlərimdə asılıb qaldın. Sən elə bilmə ki, könlümü aldın. Mən necə deyim ki, gərəksən mənə, arzusan, istəksən, diləksən mənə. Mən necə deyim ki, gərəksən mənə, arzusan, istəksən, diləksən mənə. Arzusan, istəksən, diləksən mənə. Həmdəmi sənsən. Sənsiz mən dərdimi kimlə bölərəm? Olmasan ömrümdə inan ölərəm. Səninlə danışıb, sənlə gülərəm. Bu küskün qəlbimin həmdəmi sənsən. Ruhumu qucmasın sənsizlikdəmi? Nəfəsim tükənər, yaranar bəmi. Çöhrəmdə olmasın həsrətin qəmi. Bu küskün qəlbimin həmdəmi sənsən. Göylərə ucalsın, dolsun asiman. Ömrümüz olmasın niskilli duman. Əğyara gəl vermə, vermə sən aman. Bu küskün qəlbimin həmdəmi sənsən. İnci ürəyində yenə mən olam. Gəl qoyma mən sənsiz saralıb solam. Baxan gözlərindən qəlbinə dolan. Bu küskün qəlbimin həmdəmi sənsən. Baxan gözlərindən qəlbinə dolan. Bu küskün qəlbimin həmdəmi sənsən. Bu küskün qəlbimin həmdəmi sənsən.